Baş nazirin müavini Abid Şərifov Sovetskidə sökülən abidələrlə bağlı açıqlama verib. O, aparılan söküntü işlərinin qanun çərçivəsində həyata keçirildiyini və tariximizə kifayət qədər hörmət edildiyini bildirib. Bundan əlavə o qeyd edilib ki, bəzi tarixi abidələr qorunub saxlanılacaq, bərpaya ehtiyacı olanlarsa təmir ediləcək. Bu abidələr siyahıdan çıxarılıb. Yəni bu rəy nəticəsində, kiminsə özbaşınalığı nəticəsində deyil. Bir dənə qərarda, Nazirlər Kabinetinin qərarında orada ev kimi gedirdi. Mən o qəzetlərdə oxudum, sonra Əbülfəz müəllim də mənə zəng elədi ki, mən xahiş edirəm, demək yəni bu qədim hamamdır. Dedim, yaz görək, çıxardaq onu, əgər də oradan hamamdırsa, gələcəyinə bunu biz restaurasiya edə bilərik, nəsə tarixi abidəsə bunu çıxartdıq. Düzdələm qərar çıxmıyor, bunu saxladıq rəsmi olaraq. Amma yerdə qalan obyektləri indi bilirsiniz, bu boyda abadlıq işləri qalır. Evinin sökülməsindən də gedirdi. Kimin? Abbas Mirzi Şərif sahib.